Bismillahirrahmanirrahim. Salam, xoş gördük sizləri. Allah ibadət itaatlərinizi, oruc namazlarınızı qəbul eləsin inşallah. Bugünkü qonağımız dəyərli ilahiyyatçı Kamuran Dadaşzadədir. Selamun aleyküm. Aleykümselam. Kərbalay, xoş gəlibsiniz. Allah köməyiniz olsun. Var olasın. Allah razı olsun inşallah. Biz Əmirül-Müminin əleyhissalamın sonuncu vəsiyyətnaməsindən danışırdıq. Və keçən səfər qonşular haqqında danışdıq. Burada bir neçə bənd var, bir neçə dəyərlər var ki, Həzrət Əmirül-Müminin əleyhissalam onları tapşırmamışdan əvvəl 2 dəfə Allahın adını çəkir. Allaha, Allaha. Yəni Allahdan qorxun, Allahdan qorxun. Və yaxud siz Allah, aman Allah, aman Allah. Yəni, bu cür tərcümə edə bilərik də o ifadəni. Allaha, Allaha fi ciranikum. Siz Allah. Qonşularınızı yaddan çıxarmayın. Bugünkü bənd Quranla bağlıdır. Həzrət Əmirin sonuncu vəsiyyətnaməsində Quranın da tövsiyə olunması qeyd olunur. Buyurur ki, Allaha fil Qur'an la yesbiqukum bil amali bihi gayrukum. Siz Allah, Quranı yaddan çıxarmayın. Yəni, Quran barəsində Allahdan qorxun. Ona əməl etməkdə başqaları sizdən qabağa keçməsin. Bax, bu önəmli bir mesajdır, önəmli bir məsələdir ki, Əmirül-Müminin narahat olduğu məqamlardan biridir. Yəni, demək istəyir ki, Quran-ı Kərimi Allah Teala bizə göndərib bizim inkişafımız üçün, bizim tərəqqimiz üçün, biz qabağa gedək, biz böyüyək, inkişaf edək, güclü, əsaslı cəmiyyət quraq, insanların rifahını təmin edək, güclü elm və mədəni işlərdə qabağa gedək, texnologiyada qabağa gedək. Yəni, dünyanın tələbi nədirsə, biz orada inkişafın zirvəsində olmalıyıq. Zaten Quran-ı Kərim özü də elə gəlib ki, insanları zirvəyə çatdırsın. İndi yaxşı, əgər müsəlmanlar buna əməl etməsə, Quran-ı Kərimin bu gücündən istifadə etməsə, təbii ki, mahiyyətcə biz Qurana əməl etməmiş olarıq. Yəni, Quran həm içimizdə qərib olacaq. Bilirsiniz ki, Quranın qəribliyi də ayrı bir mövzudur ki, hətta Quran-ı Kərim özü də buna toxunur. Hədislərə də çox gəlib bu barədə. Bəli. Ki, Quran-ı Kərim şikayət eləyəcək. Və Həzrəti Peyğəmbər hətta şikayət eləyəcək. Quranda var ki, Həzrəti Peyğəmbər şikayət eləyəcək. Deyər ki, ilahi, mənim bu qövmüm Quranı özündən uzaqlaşdırdı. Kənara qoydu Quranı. Peyğəmbərə şikayəti Allah Teala Quranda gətirib. O da Quranla bağlıdır. Yaxşı, Quran-ı Kərimin mahiyyəti budur ki, bizi əlimizdən tutsun, zirvələrə aparsın. Amma fakt budur ki, indiki gündə fakt budur ki, biz zirvədə deyilik. Biz geridə qalmışıq dünyadan. Və Həzrət Əli əleyhissalamı narahat edən məqam da bu idi. Ölüm ayağındaykən, şəhadət ayağındaykən məhz buna işarə eləyir ki, siz o vaxt Quranı dirçəldə bilərsiniz ki, ona əməl etməkdə birinci olasınız. İstəyirəm elə bu haqda sizin dəyərli fikirlərinizi dinləyək. Buyurun. Bismillahirrahmanirrahim. İlk öncə Hacı sizi və tamam bizi izləyən hər bir kəsi Allahın salamı ilə salamlayıram və sizə təşəkkür edirəm ki, belə bir ayda, belə bir mübarək gecələrdə bu cür lazımlı mövzulara toxunursunuz və bunlardan danışırsınız. Allah razı olsun. Əlbəttə, çox gözəl mətləblərə əslində toxunursunuz və toxundunuz da bəyəkləri Quran-ı Kərim barəsində. Həm Quran-ı Kərim barəsində Həzrəti Əli əleyhissalamın o vəsiyyəti, həmçinin də o vəsiyyətdən də əlavə Ramazan ayı hələ zaten özü də bir Quran ayıdır da. Yəni, Quranın baharıdır. Quranın baharıdır və elə bu mövzunun Ramazan aylarında da işlənməsi özü də bir elə töhfədir ki, insanlar həqiqətən də dərk eləsinlər, düşünsünlər. Biz birinci də özümüzü nəzərdə tuturam buradakı. Düşünək ki, həqiqətən də Quran qərib olur bəzən cəmiyyətdə. Məsələn, baxın, biz dəfələrlə görmüşük elə uşaqlıqdan belə deyə də bu
hadisələrin şahidi olmuşuq ki, məsələn, evdə hər kəsin Quranı var. Bəli. Məsələn, bu Quranla nə zaman istifadə olunduğunu da görmüşük. Bəli. Ya gəlin köçüdündə istifadə olunur ki, evdən gəlin köçüdüyü zaman Quran altından keçidirlər və yaxud da, məsələn, bir əskər yola salanda Quranın altından keçirilir. Yəni, Quran və yaxud da indi belə deyək, bir nəfər hüzür düşür, gedir orada Quran oxuyuruq. Yəni, ancaq bundan mı ibarətdir Quran? Yəni, Quran bizdən istədiyi buydu mu? Allah bizə Quranı məhz buna görə nazil edib ki, biz bu işləri görək. Yəni, həqiqətən də düşündürür adam. Düşündürücüdür. Və Həzrət Əli əleyhissalamın da orada həqiqətən də siz bəyək çox gözəl bir yerə toxundunuz ki, yəni, son ayaqda dünyasını dəyişir, şəhid olur. Müəyyən məsələlər ki, onlar həssasdır, onların üzərinə gedir. Və bu həssas işlərdən biri də məhz Qurani-Kərimdir. Bəli. O cür Qurani-Kərim həssasdır ki, məsələn, bir hədis yadıma düşür, Peyğəmbər bizə nəyi əmanət elədi, məsələn? Bəli. Son xütbəsində. Biri orada Quran idi, biri Əhl-i Beyt idi. O da Quran, məsələn, ona seçilən məsələlərdən biri. Deməli, Quranın bir müsəlmanın, bir xüsusən möminin həyatında müstəsna bir yeri var. Bəli. Və bu Quran söz yox ki, bizi məsələn müəyyən savab əməllərdə, müəyyən belə deyək də, günahdan çəkinmələrdə filanda əlimizdən tutacaq, kömək edəcək. Üstəlik, məsələn, indi Ramazan ayı içərisində hədislərdə nə keçir? Buyurulur ki, Ramazan ayında insan digər aylarda bir Quran oxuyar, xətm eləyər, onun savabı nə qədərdirsə, Ramazan ayında bir ay oxusa, İmam Rızadan bir hədis var o barədə, başqa hədislər də var. Buyurur ki, bir ayı oxumaq o qədər savabı var. Bəli, bəli. Başqa aylarda sanki bir Quran xətmi. Bəli. Yəni elə bir ki, başqa bir ayda bir Quran xətm eləməyin həm nə qədər əzabı var, əziyyəti var, çətindir və o qədər ona Allah savab yazar. Bir qul huvallahu əhəd deyirəm məsələn, Allah mənə həmin o savabı verir. Bu öz yerində. Amma təkcə yəni Həzrət Əmirin məqsədi bu deyil. Məqsəd budur ki, bu Qurandan məsələn, hətta biz baxın, biz İslam coğrafiyasına, İslamın elə əvvəllərinə və ondan sonra İslamın yavaş-yavaş Əməvilər sonra Abbasilər dönəmlərində geniş bir ərazidə başlamışdı İslam irəliləməyə, yayılmağa. Məsələn, həmin vaxtda biz nəzər eləyəndə, hətta məsələn, tarixdə görürük ki, Quranla tanış olan cəmiyyətin, Quranla tanış olmayan cəmiyyət arasında çox cəhətlərdən fərqi var. Bəli. Əxlaq norması filan bunlar öz yerində. Hətta gigiyeniş qaydasından tutmuş, şəhər salma mədəniyyətindən tutmuş, şəhərin səliqəsindən tutmuş, Quran nazil olan cəmiyyət tamam fərqlidir. Məsələn, Avropada, hətta Əndəlüsdə tarixdə oxuyur ki, İslam gedib ora çıxanda, orada Əməvi hakimiyyəti qurulanda, yuxarı hissələrdə Avropada hələ cəmaət, belə deyə də, harda çinməsi, Hamam mədəniyyəti yox idi, amma hətta yazırlar ki, Əndəlüsdə uşaqlar məktəbə gedirdilər, dərs oxuyurdular. Burada elmə də üstəlik Quranın töhfəsi var. Yəni, müsəlman İspaniyasında... Bəli, müsəlman İspaniyasında, bəli. İnsanlar, uşaqlar artıq məktəbə gedir, mədrəsələrə gedir, təmiz küçələr... Bəli, hamam mədəniyyəti var. Amma Avropa, yəni, xristiyan hissəsində isə, qeyri-müsəlman hissəsində isə bunlar yox idi. Təbii ki, Quran-ı Kərimi, ümumiyyətlə, İslam dinini qabağa aparan məsələlərdən biri də bu təmizlik məsələsidir, nəzafət məsələsidir, paklığa önəm vermək. Bu özü də böyük bir mövzudur. Onu da deyim ki, bir məktəb, bir cərəyan, bir din hətta nə qədər güclü məntiqə əsaslansa da, təməli çox möhkəm olsa da, amma təqdimatı yaxşı olmasa, o uğur qazanmayacaq. Yəni, biz estetikaya da gərək diqqət eləyək, bunun mədəni forması, estetik formasını da nəzərə almalıyıq. İslam dininin qabağa getməsinin əsas səbəblərindən biri də məhz sizin vurğuladığınız həmən o nəzafətə riayət olmasıdır. Həzrəti Peyğəmbər tərtəmiz geyinərdi, ağappaq paltar geyinərdi ki, ləkə bilinsin, əgər ləkə düşərsə təmizlənsin. Ətir məsələsi barəsində. Ətirlənmək, ətir barəsində o qədər hədislərimiz var ki, yəni kişinin bir neçə yerdə borc alması savabdır. Hansı ki, başqa məsələlərdə rəva deyil ki, insan getsin, ağız açsın, zilləti qəbul etsin,
orada səbr etmək daha tövsiyə olunur. Amma ətir məsələsində, nəzafət məsələn hamama getmək istəyir, pulu yoxdur idi, getsin borc alsın, getsin hamama. Hətta üzr istəyirəm Hacı, elə bir deyəndə bu sözü mənim bir hədis yadıma gəldi. Çoxdan oxumuşam bu hədisi. Həzrət Əliyə Peyğəmbər buyurur cümə qüslu barəsində. Bəli. Hətta deyir həmin günün çörəyinin pulunu apar suya ver. Get su al, həmin günü qüsl et. Bəli. Qüsl et. Yəni sizin vurğuladığınız məsələdə bu aydın olur ki, yəni ən azından bir müsəlman digər günlərdə ola bilsin səhlənkarlıq eləyər, gedib yuyunmaz. Bir onun şər'i belə deyək də bir ibadi formasında Peyğəmbər təqdim edir ki, cümə quslunda bu qədər savab var. Bəli. Və o cümə quslu yerinə yetirmək nə deməkdir? İnsanın yuyunması deməkdir. Bu da bir gigiyenik bir təmizliyə gətirib çıxardır. Bəli. Yəni siz deyən kimi hətta həmin günün yəni yeməyini alma, get su al. Yəni o qədər vurğulayır ki, bəli, necə olmalıdır bir müsəlman onun geyimində. Əlbəttə bir geyim deyəndə bəzən elə başa düşür ki, insanlar təzə bir geyim olmalıdır. Təzə geyimdən söhbət getmir əlbəttə. Burada geyimin səliqəsindən söhbət gedir. İnsan köhnə libasını geyinə bilər, amma səliqəli geyinər. Bəli. Yəni səliqəli olur. Təzə də ola bilər. Bəli, təzə də ola bilər. İslam təzə paltarla, təzə geyimlə müxalif deyil. Bəli, bəli. Bayramlarda tövsiyə olunub ki, təzə paltar geyinilsin və ətirdən istifadə olunması və insan bir kişi deyir borc alıb gedib ətir ala bilər və bu savabdır onun üçün və Allah Teala hədislərdə qeyd olunur ki, o pula Allah zamindir. Yəni Allah o pulu yetirəcək mütləq. Bu qədər nəzafət məsələlərinə diqqət olun. Məsələn, müsəlman cəmiyyətində diş fırçalamaq mədəniyyəti. Yəni bu o dünyanın görmədiyi və çox nadir hallarda görə bildiyi bir təmizlik adəti idi ki, diş fırçalamaq. Hətta Peyğəmbər buyururdu ki, əgər bilsəm ki, ümmətim əziyyətə düşməz, 5 dəfə əmr edərdim gündə dişi fırçalamağı. Misvak çubuğu ilə müsəlmanlar dişlərini fırçalayırdılar. Hər namazdan əvvəl deyir, dişlərinizi fırçalayın. Yemək yeməmişdən əvvəl əllərinizi yuyun, yeməyə başlayın. Yeməkdən sonra yenə də əllərinizi yuyun. Və yeməkdən sonra dişlərinizi deyir, təmizləyin. O çöpdən dişlərinizi təmizləyin. Xilal deyirlər də ona. Avropa təbii ki, nəinki Avropa, bütün dünya bu təmizliyi görəndə, bu estetikanı görəndə, gözəlliyi görəndə təbii ki, bu dinin gözəlliyinə vurulurdu. Avropada ətir istehsalının inkişaf etməsinin əsas səbəblərindən biri də onların o nəzafətə riayət etməməsi idi. Təmizliyə riayət etməməsi. Yəni, o qədər pis qoxurdu ki, məcbur olub ətir sənayesi inkişaf etdi və ki, ətirlənsinlər ki, o qoxular gəlməsin. Yəni, səbəb bu oldu ki, ətirdir orada inkişaf edir. Amma İslam tamamilə təbii ki, fərqli bir nəzərə sahibdir. Bax, bu özü də Quranın bir əməli tərəfidir ki, Quran özü də təmizliyi sevir. Quran özü paklığı sevir. Quran özü elə Qurana deyir, toxunarkən dəstəmaz al, əgər toxunmaq istəyirsənsə dəstəmaz al. Ümumiyyətlə, müsəlman təsəvvür eləyəndə gərək həmişə zehnimizdə tərtəmiz bir şəxs canlansın. Çünki ən azı gündə 3 dəfə bu dəstəmaz alır. Həm həftədə bir neçə dəfə çimir, qüsullanır, müstəhəbi qüsullar, vacibi qüsullar və s. Yəni, müsəlman bu cür, yaşam tərzi bu cür olmalıdır. Həmçində Peyğəmbər də ən-nəzafətü minəl-iman hədisi də var. Bəli. Təmizlik imanın da bir hissəsi kimi götürülür. Bəli. Və ayələrdə Allah sevir, məsələn, təmiz olanları, tövbə edən, yuhubbil mutatahhirin və yuhibbul tavvabin. Allah tövbə eləyənlərlə pak olanları sevir. Bu, əlbəttə, indi burada paklıqdan məqsəd həm insanın daxili məsələsidir. Əlbəttə, İslam ona daha çox önəm verib, əlbəttə, amma bir sözlə deyərik, bizdə daxili ilə zahiri birdir bir insanın. İndi daxili gözəlliyi də həmçində onun əməllərində, onun həyat tərzində göstərmir, həmçində bir növdə mən bu məsələyə bu cürdə yanaşıram, Hacı, indi siz səhv düz olsa onları əlbəttə qeyd edərsiniz. Bu bir təbliğ də yönüdür işin. Təbliğ. Məsələn, bir adam bir sözü danışar, təbliğ eləyər. Bu əlbəttə təsiri var, mütləq.
Amma bir adam da göstərir. Bəli. Məsələn, Peyğəmbərin elə ən o təbliğatının o belə deyək də nüfuz eləməsində, təsir göstərməsindəki işi onun bizim Əhl-i Beyt əleyhimussalamın işi onların əməli formada bunu eləməsi idi. Bəli. Onlar əməli formada bu işi görürdü. Onlar məsələn Quran necə həyat təqdim edirsə, məsələn Quran buyurur ki, elə Quran-Kərim özü buyurur ki, siz üçün nümunədir Peyğəmbər. Özdə usvətun həsənə, ən yaxşı nümunədir siz üçün. İndi biz Peyğəmbərin ən yaxşı nümunə olmasını Qurandan oxuyuruqsa, deməli Quran bizə ən yaxşı təqdim elədiyi yolu ən yaxşı şəxsdə göstərir. Bəli. Deməli Peyğəmbərin yaşayışı, Peyğəmbərin həyat tərzi, Peyğəmbərin davranışları bütünən elə Quran necədirsə elədir. Hətta o bəzən hədislərdə oxumuşuq da, hədislərdə buyurur ki, Quran bir samitdir, bir də məsələn Quranın mücəssəməsi var. Bu mücəssəmə Quran kimlərdir? Bunlar Peyğəmbər və Əhl-i Beytdir ki, onların vücudlarında, onların həyat tərzlərində Quran nə deyir, görsənir. Onun üçün də Həzrət Əli də o hədisində, o vəsiyyətində elə bizi ona yönləndirir ki, siz, indi biz bunun bu təharət, təmizlik məsələsinə toxunduq, həmçinin də Quran necə həyat göstərsə, məsələn, biz Qurana baxdığımız zaman, məsələn, Quranın təqdim elədiyi yollar görürük. Görürük, Quran bizə yol təqdim edir. Bəli. Və bunu bəzən bir Peyğəmbərinin həyatı ilə bizə göstərir. Bu da çox önəmli bir məsələdir. Quranın məsələn bu hissələrinə toxunmaq lazımdır. Bu hissəsini diqqətlə araşdırmaq lazımdır. Məsələn, Peyğəmbərin, məsələn, Həzrəti Yusifin timsalında bizə bir iffət, səbir nədir? Nümunəsini göstərir. Məsələn, burada indi mən açmışdım Quranda, məsələn, qalə Rabbis sicnu əhabbu iləyyə mimmə yəd'unəni iləyh. Görürük ki, burada buyurur ki, Həzrəti Yusifin dilindədir. Ey Rəbbim, zindan mənim üçün bunların məni dəvət elədiyi yoldan daha xeyirlidir. Və görürsən ki, həqiqətən də bax, insan biraz səbr göstərir və iffətin qoruyub saxlayır. Nəticə nə olur? Bir müddətdən sonra sən onu istəyirdin zindana atasan, əziyyət verəsən, xar eləyəsən, amma o zindandan birbaşa nə eləyir? Misirin zirvəsinə, yəni Misir xalqının gözündə ən yüksək bir zirvəyə və hakimiyyətə də nədir? Müəyyən bir yerə. Misirin əzzi gəlib olur. Deməli, məsələ budur ki, Quran bir yol təqdim edir. Quran göstərir ki, siz təqvanı, məsələn, indi Ramazan ayında, Ramazan ayı bizə deyir ki, oruç tutun. Nə üçün oruç tutacaqsınız? Orada bir təqvaya yetişmə var. Orucun vasitəsindən gəlib təqvaya yetişəcəksiniz. Oruç tutmaq da Quranın bizə göstərdiyi bir yoldur əslində. Oruc da ən önəmli yollardan. Ən gözəl yollardan biri də, həmçinin namazı da o biri də. Bunlar hamısı bu cürdə. Məsələn, bu həqiqətən də çox mühümdür ki, insan Quranda olan o qissələrə diqqət eləsin. Hacı, burada təbii ki, bir məsələni dəqiqləşdirmək lazımdır. Həzrət Əmirül-Müminin əleyhissalam bu vəsiyyətnaməsində Qurana əməl etməyi diqqətə çatdırır. Təbii ki, əməl etməyin müqəddiməsi tilavətdir, oxumaqdır. Yəni, Quranı oxumasan, tilavət etməsən, ona necə əməl edə bilərsən? Hətta bəzən tilavətin savabları ki, o qədər qeyd olunur ki, məsələn, filan surəni oxusa, bu qədər savabı var, bu qədər mükafatı var, bu qədər günahları bağışlanar. Təbii ki, bunu müqəddimə kimi biz qəbul etməliyik. Yəni, bu əməl etməyin, praktikanın müqəddiməsidir və Quran-ı Kərim bizi tədəbbürə dəvət edir. Əfələ yətədəbbərunəl Qur'ana əm alə qulubin əqfaluha. Onlar Quran barəsində niyə tədəbbür etməzlər, yoxsa qəlblərində qıfıllar mı var? Bu tədəbbürün nə olması haqqında təbii ki, həm lüğət alimləri, həm təfsir alimləri açıqlamalar veriblər ki, tədəbbür təfəkkürdən biraz fərqlidir. Düzdür, mənası bizim dildə, tərcümədə həm də təfəkkür deməkdir tədəbbür. Amma təbii ki, bu təkcə təfəkkür deyil. Təfəkkür zehində fikirləşirsən və onu həyata keçirməsən də ona təfəkkür deyərlər. Amma tədəbbür belə deyil. Tədəbbür zehində fikirləşəndən sonra, yəni o haqda düşünüb daşınandan sonra sən əgər onun ardınca düşməsən, elə tədəbbür sözü ardınca düşmək deməkdir. İzləmək. Sən ardınca düşüb onu izləməsən, yəni ona itaat etməsən, praktikada onu göstərməsən, o tədəbbür olmayacaq. Və bu istər-istəməz qəlbi qıfıllandırır. Yəni, qəlbə bir möhür vurur, açarlayır qəlbi ki, qəlb artıq çiçək aça bilmir orada. Çünki
Quran bahardır da, məsələn Ramazan deyir Quranın baharıdır. Yəni bizim qəlbimizdə çiçək açmalıdır. Artıq çiçək aça bilmir, qıfıllanır. Çünki ardınca düşə bilmir. Məsələn, praktikada Qurani-Kərim bəzi məsələləri vacib etməklə bizə onu göstərib. Necə? Məsələn, vacibi səcdələr. Bəli. Qurani-Kərimdə 15-ə yaxın səcdə ayələri var. Onun 4 ədədi vacibdir, 4 ayəsi vacib səcdədir. Kim o ayələri oxuyarsa dərhal səcdə etməlidir. Harda olmasından asılı olmayaraq, özü tilavət etsə və yaxud canlı olaraq hardansa o tilavəti eşitsə, dinləsə, dərhal səcdə etməlidir. Və tədəbbürün bir mənası budur. Yəni, mən ayəni eşitdim ki, Allah məndən səcdə etmək istəyir. İstəyir ki, mən səcdə edim və dərhal onu həyata keçirdim və praktikada onu göstərdim. Və tədəbbürün bir mənası da budur. Yəni, mən bir şey başa düşdümsə Qurani-Kərimdən, onun ardınca düşməliyəm, bunu izləməliyəm və praktikada onu həyata keçirməliyəm. Hacı, bayını deyirsiniz, ayələr adamın zehnində gəlir, keçir həqiqətən də. Məsələn, Qur'anın bizə o barədə çox tövsiyələri var. Məsələn, hətta İnnə fi xalqis səmavati vəl-ərd və ixtilafil leyli vəl-nəhar ləayətun liulil əlbəb. Məsələn, görürük ki, hətta yerin göyün xəlq olunmasına, gecə ilə gündüzün bir-birini əvəz eləməsinə, çünki burada bir nişanə var. Allahın qüdrət nişanələri var burada və ağıl sahibləri nədir? Onu anlayırlar, başa düşürlər. Və başqa bir də deyir ki, məsələn, dəvənin məsələn xəlq olunmağına baxmısınız ki, o necə məsələn xəlq olunub. Görür ki, həqiqətən də Qur'an insanı bəli, bax indi Qur'anın oxunmasının savabı, mükafatı indi o mövzulara çox danışılıb deyə çox da o mövzuya daxil olmur. O da zaten bunu bilirik ki, Qur'an Allahın bizə göndərdiyi kitabdır. Biz bunu həm oxuyub dünyasını dəyişən əzizlərimiz üçün də, şəhidlərimiz də məsələn bu günlərdə məsələn belə biz dünənki gündə də şəhidlərimizdən birinin məsələn ruhuna bir Quran hədiyyə olundu. Allah bütün şəhidlərə rəhmət eləsin. Baxın, onların ruhlarına da biz bunun savabdan hədiyyə edirik. Bunlar hamısı öz yerində. Yəni bu var, bunlar hədislər var, Quran ayələri var bu barəsində. Həmçinin də bu ayətlər oxunarkən Həzrət Əlinin də bizə hələ tövsiyəsi budur ki, düşünmək. Düşünmək həqiqətən də. Həm insan öz xilqəti barəsində, həm ümumi şəkildə yaradılışın bir xilqətin əmələ gəlməsi və bunun arxasında yatan böyük bir güc, qüdrət əlinin barəsində düşünmək və bu düşünmək gətirib insan həqiqətə həmin o insanın lazımı ki, lazımdır insana, o insana fayda verər, həmin o həqiqətə gətirib çıxardacaq. Bu düşünmə. Yəni bir mənəvi ruh gücü alır ki, ruh yüksəkliyi qazanır ki, ondan sonra onu həyatda, praktikada göstərə bilsin. Çünki o gücü insan ala bilməsə, təbii ki, o praktikada mümkün deyil. Məsələn, və əslində, üzr istəyirəm, Həzrət Əmir-ül-Müminin bu mesajında ki, ona əməl, yəni Qurana əməl etməkdə başqaları sizdən qabağa keçməməlidir. Bu vurğu və bu cümlənin, bu ifadənin daşıdığı məna və məzmun, ağırlıq və yük tamamilə fərqlidir. O hansı mesajları verir əslində? O mesajları verir ki, yəni bu tilavət, bu oxunuş, gündəlik, müsəlmanların gündəlik həyatı Qurani-Kərim elə daxil olmuşdu ki, elə indinin özündə də müsəlman ölkələrində, indi biz düzdür Sovet dövründə, Sovet dönəmini görmüşük deyə bizdə o mədəniyyət demək olar ki, aradan itib, amma müsəlman ölkələrində indinin özündə də o artıq oturmuş bir mədəniyyətdir ki, Qurani-Kərimin tilavəti, onun təfsiri, onun oxunuşu və s. çox böyük bir təntənə ilə izlənilir və bir mədəniyyətə çevrilir. Bir mədəniyyətə oturmuş bir mədəniyyətə çevrilib. Yəni məsələn Misirdə bir qarinin auditoriyasına o qədər adam yığışır ki, bəlkə başqa dövlətlərdə bir müğənninin, bir məşhur müğənninin auditoriyasına o qədər adam yığışmır. Hər halda bu oturmuş mədəniyyətdir. Amma məsələ orasındadır ki, Əmir-ül-Müminin narahat edən məqam budur ki, yəni ola bilsin ki, siz bunu oxuyasınız, tilavətdə ən belə yaxşı halda olasınız, oxunuşda ən yaxşı halda olasınız, amma eyni zamanda ona əməl etməkdə geriyə düşəsiniz. Bu ağrılı məqam burası. Çox gözəl yerə toxunursunuz, həqiqətən də bunlar
indi belə deyək də, biz indi burada oturub bir yarım saat, nə bilim 40 dəqiqə söhbət edəcəyik, amma bunlar heç də bu dəqiqələrin necə deyirlər, içərisinə sığan məsələlər deyil. Məsələn, bizim bayaqdan astığımız mövzuların hərəsi bəlkə də bir günlərlə danışılası bir mövzudur. Baxın, Həzrət Əlinin o diqqətə çatdırdığı məsələlərdən birində də mən belə düşünürəm ki, insanların təslimiyyət məsələsi də var. İnsan necə Allaha təslim olmalıdırsa, Quran biz onu başa salır, göstərir. Məsələn, biz Həzrət İbrahimin Quran-ı Kərimdə qissəsinə baxsaq, biz gözəl bir təslimiyyət nümunəsi görə bilərik orada. Özü də çox fərqli bir yanaşma. Məsələn, biz bunu Həzrət İmam Hüseyndə də görürük, məsələn. Bəli. Yəni, o yolu kim ki gedir, Quranı öz həyatına tətbiq edir, üstəlik, nəinki Həzrət İmam Hüseynin özündə, hətta yanındakılarda da biz onu görürük. Bəli. Həzrət İbrahimə Quran-ı Kərimdə oğlu deyir ki, məsələn, ey mənim atam, məsələn, sən məni səbr edənlərdən görəcəksən. Sən işimi gör, Allahın əmrini icra elə. Eynən Həzrət Əli-Əkbər əleyhissalam da, Allahın salamı olsun onun üzərinə, İmam Hüseynin oğlu, o da o cür. Görsüz rəftar edir. Deməli, bu Quran bir əslində ilahi bir ənənədir. Allah yolunda irəliləmək istəyən ta Həzrət Adəmdən dünyanın axırına qədər kimlər ki, bu yolu gedmək istəyir. Bu yolda Quran bizə nümunələri göstərir ki, baxın, sizdən qabaqki ümmətlər, sizdən qabaqki peyğəmbərlərin həyatlarında, onların sahabələrin həyatında bu hadisələr baş verir. Bu, insanın qabağa getməsində, yəni inkişaf edəməsində, belə deyək də, saadətə yetişməsində, məsələn, belə deyək də, xoşbəxtlik, saadət anlayışı, bir əxlaqi anlayışdır əslində. Bunu Avropada da, məsələn, Qərbdə də bunu dilə gətirirlər. Məsələn, fəlsəfəçilər, filosoflar. Amma onların, məsələn, bizdən fərqlilik var. Fərqli cəhətləri var. Məsələn, onlar saadəti necə görürlər, biz saadəti necə görürük. Bəli. Onlar, məsələn, müəyyən, belə deyək də, bəzən əxlaqdan Allaha tərəf gedirlər. Amma biz Allahdan əxlaqa gəlirik. Bəli. Biz əxlaqın mənbəyin Allahdan alıb gedirik. Gedib əxlaqa çatırıq. Və bizim saadətimiz elə bir saadətdir ki, bizə əbədi bir həyat veriləcək. Bəli. Əbədi bir saadət. Məsələn, bu dünyada məhdudlaşmır. Və həmçinin də bununla yanaşı Qur'anı bir... Bu özü də Quranın insana verdiyi bir, göstərdiyi bir yoldur və Quran insana verdiyi bir stimuldur da, gözəl bir həyat stimulu verir Quran-ı Kərim. Belə kərrəmna bəni Adəmdə, biz Adəm övladını ən əzəmətli, ən kəramətli yaratmışıq. Bu varlıqların içərisində ən əzəmətlisi budur. Bu layiqdir ora yiyib çatmağa. Əfsuslar olsun ki, biz gedib ora çata bilmirik. Bunun da səbəbi, yenə deyirəm, qayıdıram bayaqki, əvvəlki sözümə ki, Peyğəmbər dəfələrlə bunu buyururdu. Qədirxunda, başqa yerlərdə Quranla Əhl-i Beytdən möhkəm yapışın. Biri sizə yolu göstərir bir kitab formasında, biri də onu yaşayır. Əməli, praktiki cəhətdən. Praktiki həm nəzəri göstərir, həm də əməli formasını bizə göstərir. Budur, qurtuluş bundadır. Biz Allahın ənənəsinə baxırıq da, bu seçim məsələsində ənənəsinə baxanda görürük ki, elə həmişə ilahi qanunla ilahi şəxsiyyət bir yerdə vəhdətdə ikən göndərilib insanlara. Belə olmayıb ki, Allah Teala bir kitab göndərsin, amma onu anladan, açıqlayan, ona əməl edən, onu səhnəyə gətirən bir ilahi şəxsiyyət onun yanında olmasın. Belə bir ənənə heç vaxt olmayıb. Bu insanlar da buna bir söz deyərlər, deyərlər ki, biz necə eləyək bu bir nümunə göstərir. İnsanlar çünki nümunə axtarırlar da, hər bir şeydə belədir. Bizə bir nümunə göstərirlər, biz o nümunəyə əsasən bir işi görürük. Hər hansı bir şeyi düzəldən, hər hansı bir, hətta biz oturup bugün kitab yazası olsaq, əvvəlcədən gəlib bizim əlimizdə bir nümunə olar, bir kitab olar ki, o kitab necə yazılır? Hətta biz əksini görürük. Yəni, Allah Teala əvvəlcə Peyğəmbəri seçir, göndərir, sonra qanun kitabı göndərib Peyğəmbərinə. Məsələn, Həzrəti Musa Peyğəmbər seçildi, Misirdəki o mübarizələr, sonra dənizi yardı, gətirdi onları səhraya və orada yaşatdı. Orada Həzrəti Musa Peyğəmbər getdi, Tövratı Allahdan aldı. Səhrada gəzdikləri vaxtı, bəli. 40 il səhrada, bəli. O bayaq vurguladığım məsələyə istəyirəm ki, bir hədis deyim. Burada
Həzrət Peyğəmbərdən nəql olunmuş bir hədisdir. Deməlidir ki, bir gün Ziyad ibn Lübeyd Həzrəti Peyğəmbərin yanında olarkən o Həzrət bir məsələ haqqında danışır. Sonra isə belə buyurur. Bu o vaxt baş verəcək ki, elm sizin aranızdan yığışsın. Yəni artıq müsəlmanların arasından elm çəkiləcək və elmdə müsəlmanlar geri qalacaqlar. Ziyad soruşur ki, biz və övladlarımız, övladlarımızın da övladları qiyamətə qədər Quran oxuyacağımız halda elm bizim aramızdan necə yığışa bilər ki? Yəni, o dövr ki, müsəlmanların təsəvvürü və dünya görüşü də bundan ibarət idi ki, Quran varsa, biz həmişə elmdə qabaqda olacağıq. Yəni, Quranda elə bir güc var, elə bir ruh var. Ona görə təəccüb edirdir ki, Quran aramızda biz, övladlarımız, onların da övladları Quran oxuduğu halda yenə elmdən geridə qalacaqlar. Həzrəti Peyğəmbər buyurdu, vay olsun sənə ey Ziyad. Mən səni Mədinənin ağıllı adamlarından hesab edirdim. Buna sözlü danışırsan. Məgər Yəhudilərlə xaçpərəstlər Tövrat və İncili oxumurlarmı? Halbuki onun heç bir göstərişinə əməl etmirlər. Qorxun ki, siz də belə aqibətə duçar olarsınız. Deməli, Həzrəti Peyğəmbər nümunə göstərir, əvvəlki kitab əhlini nümunə göstərir ki, kitab onların arasında ikən, onlar kitab oxuduğu bir halda yenə də geri qaldılar və ona əməl etmədilər. Və nəticədə onların da aqibəti göz qabağında oldu. Müsəlmanlar isə Quranın sayəsində çox qabağa getdilər. Elmdə, mədəni işlərdə, bayaq dediyiniz kimi şəhərsalma mədəniyyəti olsun və digər işlərdə çox qabağa getdilər. Və təəssüflər olsun ki, müsəlmanlar o vaxt geriləməyə başladılar ki, Qurandan ayrılmağa başladılar. Avropada vəziyyət başqa idi. Avropada kilsə elmin qabağını kəsirdi. Avropa qərara gəldi ki, biz kilsədən ayrılmalıyıq ki, qabağa gedək. Müsəlman aləmində axı heç vaxt belə bir şey olmayıb ki, hansısa bir dini, hansısa bir məscid ya din elmin qarşısını kəssin. Eyni şeyi müsəlman aləmində tətbiq etmək təbii ki, əks nəticə verəcəkdir. Müsəlman cəmiyyətinə Avropanın o təfəkkürünü, Avropanın o vaxt ikən qərara gəldiyi o qərarları gətirib burada tətbiq etmək təbii ki, səmərə vermədi. O bir də misal vururlar, deyir ki, məsələn, filan kənddə, filan ölkədə ağaclar əkilib, meyvə verir, bar verir və çox da gözəl nəticəsi olur. İndi bu birisi kənd istəyir ki, məndə də, bizim kənddə də o cür meyvə ağacları bar olsun. Götürür, deyir, həmən ağacları kökündən qopardır, gətirir, əkir burada və o da tutmur. Deyir, müsəlman aləminin geri qalmasının əsas səbəbi Avropaya baxıb eyni şeyi burada tətbiq etməsi oldu ki, təbii ki, bu da nəticə vermədi və biz Qurandan uzaqlaşdıqca elmdən də geri qaldıq. Halbuki o Avropa o idi ki, səlib yürüşləri zamanında, xaç yürüşlərində gəlib bütün İslam mədəniyyətini buradan oğurlayıb apardılar. Bəli, bəli. Yəni, səlib yürüşlərinin xaçpərəstlərə, Avropaya ən böyük xeyri, belə deyək, buradakı mədəniyyət aparmaları idi. Bizə də onun ziyanı əlbəttə dəyməyə başladı və böyük bir zəngin mədəniyyəti olan İslam, böyük alimlər yetişdirən bir İslam, düz deyirsiniz, böyük kəşfləri yerinə yetirən bir İslam alimləri gəldilər, müəyyən müddətdən sonra, belə deyək də, əllərindəkini verdilər və nəticədə özləri kənarda qalırlar. Söz yox, indi burada müəyyən məsələlər var idi ki, məsələn, müsəlmanlar burada hətta, məsələn, belə deyək, Aristoteli bu günləri dünyaya məşhurlaşdıran müsəlmanlar idi. Avropaya tanıtdıran müsəlmanlar oldu. Yoxsa heç onların kitablarını tərcümə edə sadəcə olaraq müsəlman alimləri bir Aristoteli tərcümə elədiyi zaman və ya da Sokratdan bəhs elədiyi zaman, hansısa bir kitabını tərcümə etdiyi zaman öz adlarını vermədilər. Yanında dedilər ki, bu Aristotelin əsəridir, biz bunu tərcümə etmişik ərəb dilinə. Bəli. Və yaxud da hansı bir dilə. Avropa mədəniyyətində isə bunun əksi oldu. Cabir ibn Həyyanın əsərləri götürüldü, məsələn, Mendeleevin adından verildi və yaxud da hansı bir alimin adından verildi
Və nəticədə yavaş-yavaş indi biz bunu demə bu əvvəli belə başladıqdan sonra yavaş-yavaş da bütün elm adamları, belə deyək də alimləri də başladılar müəyyən dərəcədə özlərinə tərəf cəlb eləməyə və müsəlmanlar da əlbəttə Qurandan və Quranın göstərdiyi yoldan müəyyən qədər uzaq düşəndə bir növ belə deyək, dünyaya qapılanda mən belə başa düşürəm ki, müəyyən dönəm alimləri dünyadan çox axirətlərin daha çox fikirləşib bu addımları atırdılar. Məsələn, bir əsər ortalığa qoyadıqları zaman bunun bir uxrəvi axirətdə mükafatını daha çox dərk edirdilər. Biraz da onlara bu stimul verirdi, biraz da bu işdə müvəffəq olmağa çalışırdılar. Amma sonraki dönəmlərdə görürük ki, nəsə burada bir dünyaya bağlılığı mı ortalığa çıxdı, nəsə o deyək də əməlin xalisliyindən mi bir problem yarandı, riyakarlıq mı yarandı, nə yarandısa, yavaş-yavaş bərəkət nədir? Əldən çıxdı, əldən getdi. Halbuki yenidən Qurana dönmək lazımdır. Quran nurundan faydalanmaq lazımdır. Əlbəttə, hər zaman böyük alimlərində bir sözü var. Buyururlar ki, həqiqətən bu mədəniyyət başqalarının əlində olsaydı, bunu necə qaldırardılar göyə? Necə bunu hər yanda, məsələn, danışardılar. Məsələn, bir Allahın Rəsulu kimi bir Peyğəmbərimiz var. O Peyğəmbərimiz buyurur ki, nədir? Doğulduğunuz gündən qəbr evinə gedəcəyiniz günə qədər elmin nədir? Öyrənin. Uzaq içində də olsa onun arxasınca gedin. İlk ona nazil olan ayət oxu, iqra, Rəbbinin adı ilə oxu olan ayətdir. Baxın, üstəlik bunlar bir-birə toplananda görürsən ki, həqiqətən də İslam və Quran bizə bunu təşviq edir. Buna təşviq edir və üstəlik bununla yanaşı bizə bu əməlin nəinki dünyada xeyrin, həmçində o bayaq dediyimiz əbədi saadətdə böyük bir mükafat olaraq bizə dönəcəyini göstərir. Həmçinin də hətta Quran-ı Kərimin tədrisi ilə də bağlı hədislərdə hacı oxumuşuq da bir ustad bir tələbəyə Bismillahirrahmanirrahimi əgər öyrədərsək, onun özünün, atasının, nəslindən, neçə nəslinin günahlarını Allah əfv eləyər. Bu nə üçündür? Yəni, Bismillahdan başlayır da hər şey. Bismillahla hər şey qurulur, onunla təməllənir. Əgər Bismillahla başlayırsa, bu işin nədir? İmam Sadiqdən də digər hədislərdə də var ki, bir şey əgər Allahın adı ilə başlayırsa, o işin davamı gələcəkdir. Davamlı və bərəkətli olacaq. Və Bismillah elə bir ki, yaddan çıxıb, belə deyək. İşin Bismillahı yaddan çıxıb. Çox gözəl Kərbəlayı. Təşəkkür edirəm sizə. Təəssüflər olsun. Bayaq işarə etdi ki, vaxtımız sürətlə keçdi. Dəvətimizi qəbul etdiyiniz üçün yenə təşəkkür edirik. Çox sağ olun. Allah razı olsun inşallah. Var olun, sağ olun. Bu qədər.